Hər kəsi yenidən salamlayıram. Bu videoda sizə ən vacib məlumatlar verməyə çalışacağam yenə. Çox adam sual verir ki, bu oyun uzun ömürlüdür, yoxsa tez bağlanar, gec bağlanar. Yəni belə suallar gəlir. Ona görə sizə fikirlərimi paylaşacağam sizlə. Təxminlərimi də deyək. Yəni mənim fikrimcə bu oyun hardasa ən azı mən fikirləşən bir 2-3 ay işləyər. Ən azı. Çünki belə deyim də, yəni məntiqlə götürəndə mənim əvvəlki videolarıma birinə girib baxsaq, görəcəksiniz ki, orada oyuncu sayı 400 min falan olmalıdır. Ya 380 min, ya 405 min, belə bir şey olmalıdır. Hal-hazırda oyuncu sayısı burada 525 mindir. Yəni məntiqlə fikirləşsək, oyun belə yüksəklə oyuncu sayı artan oyunda bu saytı nöş bağlasınlar. Yəni demək olar bu 2-3 həftə ərzində və yaxud 1 ay ərzində 100 mindən çox istifadəçi bu oyuna yenə gəlib. Başa düşdünüz? Yəni istifadəçi sayısı artıb. Yatırım edənlər artıb. Yəni oyun belə sürətlə yayılmağa doğru gedənə o qədər yəni tez bağlaya bilməzlər yəni. Oyun sürətlə yayılır və çox adam başlayır bu oyunu oynamağa. Oyuncu sayısı da artır. Ona görə mən özümdə yəni məntiqlə fikirləşəndə yəni təxmin belə edirəm ki, bu oyun o qədər tez bağlana bilməz. Çünki yoxsa o qədər yormazlar da özlərini. Yəni bağlamaq istəsə indi bağlayıb gedə bilərlər yəni. Prosta bu qədər oyuncu artır deyə onlar yəni bağlamaq istəsələr belə bu qədər artımın qabağını yəni gəlirlərindən olmazlar da. Başa düşdünüz? Sona qədər gözləyərlər ki, harda direndi onda bağlayaq. Yəni bu mənim təxminimdir. Bildiyiniz kimi marketdə bir dənə bina gəlmişdi, hal-hazırda yoxdur. O bir nəfər alıb, yəni oradan girib göstərmişsə, kafalar alıb o binanı. Bircə dəqiqə. Kafalar. Gördüyünüz kimi bax bu binanı deyirəm. Yəni baxın bax bu binanı deyirəm. Deməli bu binadan az gətirmişlər. Ədədini bilmirəm. 300 falan olmalıydı desən. Ya 200 dənə olmalıydı, gətiriblər. Özdə bu binada bir dənə alan təzədən bu binanı ala bilmirdi. Belə deyək də, bunlar əgər tez bağlayıb qazanc əldə eləmək istəyirlərsə, niyə bu binanı bir dəfə almaq üçün eləsinlər və yaxud ədəd qoysunlar. Ədədə hardasa başa düşərəm, amma bir dəfə almağı niyə eləsinlər, onu anlamıram. Çünki bağlamaq istəyən adam ədədi çox qoyar ki, qoy çox alınsın. Yəni 2 dənə, 3 dənə. Elə adam var da, elə bilər imkanı yaxşıdır. Onun üçün 2 dənə, 3 dənə, yəni hardasa bir 2000-3000 dollar vermək istəyəni alıb atsın ora, qoysun şəhərinə. Bu şəhərdə gördüyünüz kimi bir dənə ala bilirdiniz, bundan ala bilmirdiniz. Mənimlə məntiqlə fikirləşəndə elə yəni ki, inanmıram gəlsin, yəni bağlansın bu dəqiqə. Çünki o əgər bağlansa, onu açıq aydın eləyərdilər ki, yəni necə onu ham ala bilərdi, ham necə, yəni ki, ham alsın, dalbadal ala bilsin, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə sayısız ala bilsin. Bağlanan hesab məncə elə eləyərdi, bağlanan sayt daha doğrusu deyim. Bir də ki, mən bildiyiniz kimi çəkiliş eləyirəm yenə də. Mənim linkimlə qeydiyyatdan keçib oyuna minimum 5 dollar yatıran insana, yəni şəxsə, istəsə hesabına, istəsə öz kartına yəni. Ya 10-15 nəfər olandan sonra o şey eləyəcəm, aksiyanı bitirəcəm. Aksiya ki davam edir. Hardasa 4-5 nəfər deyəsən, artıq mənim linkimlə keçib yatırım eləməyə başlayıb. 10-15 nəfər olandan sonra qalibi açıqlayacağam. Yəni ya bir nəfərə 20 dollar verəcəm, ya da ki 2 nəfərə 10 dollar verəcəm. Ya 10-15 nəfərin içində qalib olmaq şansınız çoxdur. Yəni 5 dollar xərcləyib 10 dollar qazana bilərsiniz və yaxud 20 dollar. Ona bilirsiniz mənim referallarımdan keçməlisiniz. Linki qoyacağam yenə aşağı. Gördüyünüz kimi mən 3.84 gəlib. Bu günləri 5 dollar biri yatırıb. O günləri neçəsə dollar kimsə yatırıb 2.96 gəlib mənə oradan. Yəni belə. Yenə deyirəm, qoyacağım aşağı linki. Kim mənim qeydiyyatımla keçsə, minimum 5 dollar yatırsa, o yatıranların sayı 10-15 nəfər olanda mən o aksiyanı dayandıracağım. Qalibi random şəkildə seçəcəm. Bu qədər yəni sadədir. Yəni başqa da belə sözüm yoxdur. Bir də mən bir şey istəyirəm eləyim. Daha doğrusu eləmək istəyirəm. Belə deyim. Mənim gördüyünüz kimi şəhərim hal-hazırda 500 AZN-ə yaxın verir də. İnsanlar var ki, yəni qorxur oynamağa, deyir
2 aya bağlanar, 3 aya bağlanar, risk eləməyə dəyməz. O həmin insanlara yəni səslənirəm burada. Tax ki, deyək, bax görürsünüz burada aksiya gəlib hə. Bircə dəqiqə. Açsın, internet biraz zəifdir, üzr say. Hə, gördüyünüz kimi 10 dollara. Deyək, bax bu siz buna 20 dollar verib 2 dənə alsanız sizə 3 dənə verəcək. Düzdürmü? Bu da sizə verir aylıq 5 dollar. Aya sizə 15 dollar gələcək. İkinci ay sizə burada, ikinci ay axırı 10 dollar xeyirlə çıxacaqsınız buradan. Amma mən sizə belə təklif edirəm ki, siz həmin o 20 dollara verirsiniz mənə, mən alıram öz şəhərimdə qoyuram bu binanı. Öz şəhərimdə bu binaları yerləşdirdim. Deyək ki, siz aya 15 dollar qazanırsınız buradan. 20 dollar amma yatırırsınız. Mən sizə yatırdığınız pulun da əlavəsi ilə sizə qaytarım. Deyək ki, 20 dollardan siz yatırdınız, 2 aya çıxardacaqsınız o pulu, 10 dollar xeyirlə. Amma mən sizə onu 1 ay verəcəm, 5 dollar xeyirlə verərəm sizə. Yəni məsələn 20 dollar yatırdınız, 1 ay 25 dollar deyək. Əgər adam çox alsa, yəni çox adam istəsə, ola bilər 20 dollar yatırdınız, 1 ay mən sizə 30 dollar qaytarıram. Amma yəni ki, bu təklifin 1 aylıq keçərli olacaq da. 1 aydan sonra, yəni mən sizə pul verməyəcəm. 1 aylıqdır. Yəni kim ki qorxur, risk eləmək istəmir, deyir ki, ikinci ayda 2 aya batar, öz hesabıma vurmayım. Yəni 1 ay mən 1 ay elədir ki, 1 ay gözləmək olar da, yəni. 1 ay verirsiniz pulu, mən alıram, qoyuram bu şəhərimə. Həmin insanla da əlaqədə oluram. Deyək bu ayın 15-idir də bu gün. Ne? Ayın 2-si də bu gün. Gələn ay 2-si mən ona 25 və 30 dollar verirəm. Yəni belə 10 dollar versə deyək, gələn ay mən ona 10 dollara inanmıram bir şey alım. Yəni mən aksiya gəlib deyə belə eləyirəm. Yəni bu 3 aksiyadan belə, aksiyalar gələndə eləyəcəm. Versin mənə yatırım, mən də 1 aya onun pulunu qaytarım xeyri ilə. Yəni 2 ay gözləməyə ehtiyac olmayacaq həmin adamsın. Deyəcək sənin qazancın nədir burada? Mənim qazancım odur ki, əgər oyun bağlansa mən burada itirirəm. Amma deyək 2 aya bağlansa mənim burada qazancım olmur, mən ziyana getmiş olar. Amma 1 aya bağlansa, deyək ki 1 ay 2 aya bağlanmadı. 3-4 ay olsa, yəni mən burada qazanıram deyə, çünki bina məndə qalır artıq. Mən sizin pulunuzu qaytarıram əlavəsi ilə, bina məndə qalır. 2 aydan sonra 3-cü, 4-cü ay mən xeyrim mənə gələcək orada. Amma yenə deyirəm, yəni mənim burada xeyrim odur. Belə amma mənim xeyri yoxdur. Yəni bağlansa mən ziyandayım. Xeyir odur ki, sizə siz yəni qorxursunuz, 20 dollar verirsiniz, mən sizə 1 ay 30 dollar qaytarıram. Yəni sonra da ki, binada məndə qalır. Bu qədər. Başqa da belə sözüm yoxdur. Çox adam yenə yazır ki, depozit çıxarır. Eləyə bilmirəm, nə olur, elə olur, belə olur. Yəni demək olar hər videoda paylaşmışam, 20 dəfə də deyirəm. Yəni düzgün elədiyiniz şəkildə gəlməmə ehtimalı yoxdur. Gec gələcək, amma gələcək. Yenə də deyirəm, gec gələ bilər, amma gələcək. Bir dəfə depozit eləyib şəkli atdınız, ikinci dəfə həmin şeyi onu atmıyor, 3-cü, 4-cü. İzləyicim var bir nə bu günləri atıb ona 5 dəfə, 6 dəfə atıb beyni çəkir. Ona görə pul gəlmir 3 gündür. Bundan sonra da mən ümid edirəm belə bilinmiş olsa gəlməyəcək. Plus o həmin hesabı bu bilmirsən deyə rəsmi də olmadığına görə dəqiq bilinmir. Riskli hesab saytdır deyə. Bilmirsən təzədən ora vursan, bir dəfə belə göndərsən həmin hesaba pul gələcək ya yox. Hesab elə bir belə deyim də bloklanmış falan kimi olur da mən elə hiss edirəm. Yəni risk eləməyə dəyməz. Həmin insana bu günlər təzə hesab açdıq. Yəni mənə güvənli şifrəsini də verdi, pul atdı mənə emonuma. Mən onun üçün yatırım elədim. 2 dəqiqə gəldi. 5 dollar yatırım elədik. Vurdum 2 dəqiqə gəldi. Təzədən verdim hesabı ona, şifrəsini dəyişdi təzədən. Götürdü özünə. İstədiyi binada aldı. Yəni belə. Yenə dedim, çıxarış da eyni qaydada. Eyni yazdınız emona və ya kartə nə istəyirsiniz. Mən emonla eləyirəm. Gec də olsa emonla gəlir. Mən gözləyirəm, bir dəfə edirəm, gəlir. Emonu eləyirsiniz, şu gəlir. Ola bilər gec gəlir. Eyni şey 20 dəfə göndərsə, siz olan qara spisokuna düşə bilərsiniz. Ona görə məsləhət görməməliyik. Bir dəfə göndərin, gözləyin. Yazıb da eləməyə ehtiyac yoxdur. Gələcəksə gələcək. Onsuz da sizə verməz, o pul verməyəcək. Yəni bu risklidir. Hamı bilir ki, bu sayt risklidir. Sonra mən yazdım ki, qardaş belə dedim, amma belə oldu. Mən hamıya qabaqdan deyirəm ki, bu oyun risklidir. Bütün videolarımda da bunu demişəm. Özüm də riskli olduğunu bilə-bilə risk eləmişəm. Heç nə, çox uzatmayacağım. Sağ olun, salamat qalın. Bu oyunun linkini aşağı qoyacağım. Yəni deyəm, çəkiliş elə də davam edir. İstəyənlər qatılsın çəkilişə. Telegram kanalımız da var. O da buradadır. Linki qoyacağım aşağı. 1K abunəsi olur burada. Bir də chat kanalımız var.
Chatda da hamı bir-birinə danışır. Bu qədər sadəyə. Başqa da heç nə qalmadı burada. Əlavə sualınız olsa yorumlara da yaza bilərsiniz. Məsləhət görürəm, Telegramda daha çox aktiv oluram. Telegramdan yazasınız. Sağ olun, salamat qalın, gecəniz xeyrə.